Sulfat tursunu keçdik və öyrəndik ki, qatlı sulfat tursunun belə bir xüsusiyyəti var ki, üzvü maddələri kömürləşdirir. Çünki üzvü maddələrin tərkibində karbon olur və bu maddə bu kömürləşdirmə xüsusiyyəti hər maddədə olmur. Bir SO3-də var, bir də sulfat tursunda. Tökək və baxın, kömürün üzərinə biraz sulfat tursu tökürəm. Bəndən rəngin tündləşdiyini görürük də. Dəyişməsinə baxın. Üstdən də çək qızım. Üstdən. Artıq uşaqlar sırf kömürdür. Mən anlamıyorum. Bu hangi kadar kalkacak.